Salam değerli izleyiciler, bugün size cheesecake hazırlayacağım. Yəqin ki bilirsiniz, cheesecake nədindən artıq çox növü var. Amerikanski klasik cheesecake, New York cheesecake, smetanlı cheesecake, İtalyan cheesecake, Fransız, Yaponski cheesecake. Yaponski demişkən o da çox maraqlıdır. Nə vaxtsa onu da inşallah kanalımda sizlərlə paylaşacağım. Və bir də var bişirilməmiş cheesecake. Ona əsas ingilislər çox hazırlayır. Bugün mən sizə cheesecake'in ən məşhur növünü, New York cheesecake'i hazırlayacağım. Gəlin başlayaq. İlk olaraq pisoçni xəmirimizi hazırlayaq. Bunun üçün 200 qram unu, 120 qram şəkər tozunu və bir çimdik dozu qabımıza əlavə edib qarışdırıram. Üzərinə 180 qram soyuq kərə yağı əlavə edirəm və əlimlə ovuram. Mən hazır mağazalarda satılan pisoçni piçenyaları sevmədiyim üçün özüm hazırlayıram xəmiri. Bu daha dadlıdır. Siz əgər piçenya ilə hazırlasanız, onda 200 qram pisoçni piçenyanı blenderla xırdalayıb toz halına gətirin. Sonra üzərinə 100 qram yumuşalmış və ya əridilmiş kərə yağı əlavə edib qarışdırın və formanın içərisinə yayın. Xəmiri ovduqdan sonra üzərinə bir ədəd yumurta əlavə edirəm və bir yerə yığıram. Xəmirimiz hazırdır. Çox yumuşaq, biraz əldən axan və biraz da ələ yapışan xəmir alınmalıdır. Üzərini streçlə örtüb 1 saatlıq soyuducuya qoyuram. Xəmir biraz bərkidikdən sonra içərisinə kalka kağızı sərilmiş formaya yayıram. Mənim formamın diametri 20 cm-dir. Hər ehtimala qarşı vilkalayıram ki, bişən zaman köpməsin. Və əvvəlcədən qızdırdığım 220 dərəcəli sobada 15 dəqiqə bişiririm. Yüngül qızılı rəng alana kimi. Artıq bişdim. Gördüyünüz kimi kənarları qızarıb, üzəri isə çox açıq qızılı rəng alıb, ələ yapışmır, qurudur. Qoyuram soymaya. Keçirik əsas mərhələyə, içliyi hazırlamaya. Qabımıza 500 qram krem çiz əlavə edirəm. Cheesecake üçün əsas Filadelfiya pendirindən, krem çizdən və ümumiyyətlə bütün üzərində slivoçni sır yazılan pendirlərdən istifadə etmək olar. Bu mascarpone də ola bilər, labne pendiri də ola bilər, hətta üzərində tvarojni slivoçni yazılan pendirlərdən də istifadə etmək olar. Pendirin üzərinə 150 qram şəkər pudrası əlavə edib qarışdırıram. Qeyd edim ki, mikserlə qarışdırmaq olmaz, yoxsa içərisində çoxlu hava, köpük əmələ gələr. Bu da ki, bizə lazım deyil. Cheesecake'in üzəri gərək hamar olsun, düz olsun, havalı köpüklü yox. Ümumiyyətlə, cheesecake çox kaprizni şirniyyatdır. Elə bişirmək lazımdır ki, üzərində hava qalmamalıdır. Qətiyyən çatlamamalıdır. Bişdikdən sonra əsas baş verir çatlamalar. Və ən əsası da cheesecake qızarmamalıdır, qətiyyən. Necə ki, bizdə şəkər burağın üzü qızarmamalıdır. Qızardıqda artıq qonaq qabağına çıxardılası deyil, eləcə də cheesecake. Yəqin restoranlarda da yemisiniz, görmüsünüz. Sonra üzərinə 1-1-3 ədəd yumurta əlavə edirəm. Yumurtalar qarışdıqdan sonra üzərinə 200 ml qaymaq əlavə edirəm. Qaymaq nə qədər yağlı olsa, o qədər yaxşıdır. Məndə 33% idi. Və sonda üzərinə 1 ədəd limonun sedrasını əlavə edirəm. Limonun qabığını tyorkadan keçirdim, ancaq sarı hissələrini üstdən biraz. Ağ hissəsi acı olur. Falqanı bu şəkildə üst-üstə 2 qat sərirəm. Formanı ortasına yerləşdirirəm. Cheesecake'i suda buxarda bişirərik. Formamız açılıb bağlanan olduğu üçün içərisinə su keçməsin deyə falqaya bükürük.
Pendir qarışımını soğuyan koruşun üzərinə əlavə edirəm. Bu şəkildə çırpıram ki, içərisində əgər biraz da olsa hava varsa çıxsın. Əvvəlcədən qızdırılmış 160 dərəcəli sobaya qoyuram, alt üst rejiminə. Listin içərisinə isə formanın ortasına çatana kimi qaynar su əlavə edirəm və bu şəkildə 160 dərəcədə 1 saat 20 dəqiqə bişirirəm. Bir saat 20 dəqiqə keçdi, hazır olub olmadığını yoxlayıram. Əgər kənarları yox, yalnız ortası biraz tərpənirsə, biraz yumşaqdırsa, demək hazırdır. Cheesecake bişən kimi sobadan çıxartmıram. Yoxsa bayaq dediyim kimi üzəri çatlayar. Sobanın ağzını çox az açıq saxlayıram və soba özü soyuduqca cheesecake də soyuyar. Cheesecake-imiz artıq soyudu. Gördüyünüz kimi üzəri nə çatlamayıb, nə də ki qızarmayıb. Üzərini də bilmirəm buradan görürsünüz ya yox, bu xırda sarılar limon qabıqlarıdır. Üzərini dəsmalla örtüb 5 saatlıq soyuducuya qoyuram. Streçlə örtmürük ki, su salmasın. Cheesecake-imiz soyuducuda dinləndi. Mən onu servis edəcəyim qaba qoydum və üzərini zövqümüzə görə bəzəyirik. Mən elə klassik reseptdə olduğu kimi fizalislə bəzəyirəm. Cheesecake-imiz hazırdır, süfrəyə verildi. Əgər bəyəndinizsə, siz də hazırlayın. Nuş olsun. Videomu bəyəndinizsə, kanalıma abunə olmayı, videolarımı yaxınlarınızla bölüşməyi, like edib komment yazmayı da unutmayın.